Qəhrəmanın yolu ucsuz-bucaqsız dağların qoynunda əsrlərin izi ilə yazılmış Əxıdrabad adlı kiçik bir kənd yerləşirdi. Bu kənd qədim adət-ənənələrin, torpağın zəngin tarixinin və insan ürəklərinin səmimi duyğularının birləşdiyi müqəddəs bir məkandı. Kəndin dar daş yolları üzərində əcdadların izlərini, hər bir daşın və ağacın üzündə dövr edən nağılları daşıyırdı. Hər səhər dağ zirvələrindən süzülən günəş şüaları, axan çayın şırıltısını, torpağın təzə qoxusunu və çiçəklərin rəngərəngliyini kəndə yayaraq insanlara yeni bir ümid bəxş edirdi. Bu kəndin ürəyində isə hər kəsin hörmətlə yad etdiyi bir insan var idi. O, gəncliyindən bəri həyatın bütün sərt reallıqları ilə üz-üzə gəlmiş, amma qəlbində ümid və mərhəmət daşıyan qəhrəman Tahirdir. Tahir, sadə ailədən gəlmiş, lakin ruhu geniş, ürəyi səmimi və zəngin təcrübələrlə dolu idi. O, kəndin ətrafında yerləşən tarlalarda, dar dağ yollarında və axan çayların kənarında uzun-uzadı gəzir, hər addımda təbiətin sirrini, insan həyatının incə təzadlarını özündə mənimsəyirdi. Tahirin gözlərində sanki hər bir günəş şüası və ya axan çayın damlası ona həyatın əsl mənasını, həm sevinci, həm də kədəri göstərirdi. Gənclik illərində Tahir, kəndin ən hörmətli ağsaqqalı Əli bəyin dərslərini dinləyərək böyüdü. Əli bəy hər axşam kəndin köhnə mədrəsəsində toplanan insanlara keçmişin acı və şirin xatirələrini, təbiətin sərt qanunlarını və insanın qəlbində yanan sarsılmaz sevgini izah edərdi. Həyat, əzizlərim, deyərdi o, yalnız xoşbəxtliklərlə dolu deyil, hər acı, hər itki, hər gözyaşı, insanın ruhunu təmizləyən, onu daha güclü edən bir dərsdir. Biz bu dərslərdən öyrənib, sevginin, mərhəmətin və inamın daimi işığı altında yolumuza davam etməliyik. Bu sözlər Tahirin qəlbində dərin izlər buraxdı və o, gələcək üçün yalnız fiziki deyil, mənəvi bir səyahətə də başlamışdı. Kəndin gözəl qızı Leyla, Tahirin həyatında mühüm yer tuturdu. Leyla, incə ürəyi, gözlərindəki dərin ümid və sevgi ilə hər kəsin qəlbində iz buraxan bir şəxs idi. O, səhərlər bağında oturub açan güllərin, lalələrin və nərgizlərin qoxusunu udar, hər bir çiçəyin öz hekayəsini, torpağın və yağışın gətirdiyi təzə həyatın sirlərini hiss edərdi. Leylanın gülümsəməsi sanki kəndin dar küçələrində yayılan şirin bir mahnı kimi insanlara sevgi və ümid bəxş edirdi. O, çox vaxt Əli bəyin dediyi kimi, həyat həm kədər, həm də sevinclə doludur, hər bir hiss, hər bir duyğu bizi daha da insan edir, sözlərini xatırlayırdı. Günlərin birində kəndin ətrafında baş verən ağır quraqlıq torpağı çatlatdı, axan çayların suları azaldı və insanlarda dərindən narahatlıq yarandı. Hər kəs gələcəyin nə gətirəcəyini düşünərək qəlbində böyük bir narahatlıq hiss edirdi. Lakin bu çətin dövrlərdə Tahir sanki qəhrəmanlıq ruhunu daha da qətiyyətlə bəsləyərək kəndin və ailəsinin gələcəyinə ümidlə baxırdı. O, hər gün səhər erkən oyanıb, axan çayın quru səthindən çatlamış torpağın arasında yeni ümid axtarır, həyatın hər bir çətinliyində sarsılmaz bir inam tapmağa çalışırdı. Bir axşam, quru və yorucu günlərin ardından kəndin bütün sakinləri Əli bəyin rəhbərliyi ilə qədim məclisdə toplanmışdılar. Məclisdə narahatlıq və kədərin, lakin eyni zamanda gələcək üçün yenilənən ümidin izləri aydın görünürdü. Əli bəy səmimi və dərin səsini yüksəldərək insanlara müraciət etdi. Əziz övladlarım, həyatın çətin dövrləri bizə yalnız dərs verir. Hər birimiz bu quraqlıqdan, bu çətinlikdən öyrənməli, qəlbimizdəki sevgi və mərhəmət işığını sönmədən saxlamalıyıq. Unutmayın ki, ən qaranlıq gecədən sonra günəş yenidən doğar və hər narahatlıqdan sonra ümidin işığı parıldayır. Bu sözlər həm gənclərin, həm də yaşlıların qəlbində dərin izlər buraxdı. Tahir bu anlarda içindəki narahatlıqları, ümidləri və sevinci bir daha düşündü. O, tək başına dağ yollarında gəzir, axan çayın quru damcılarını, torpağın çatlamış səthini və uzaqda sanki minlərlə keçmişin sirlərini daşıyan günəşin şüalarını seyr edərək öz his dünyasında belə fikirlərə daldı. Həyatın hər anı, nə qədər çətin olsa da insanın ruhuna dərin dərslər verir. Narahatlıqlarımız, kədərlərimiz bizi zəiflədir, lakin eyni zamanda sevgi və mərhəmətlə dolu ürəkləri daha da möhkəmləndirir. Biz hər çətinliyə qarşı sarsılmaz inam və sevgi ilə ayaqda durmalıyıq. Günlər keçdikcə quraqlığın verdiyi çətinliklər tədricən azaldı. Axan çayların suları yavaş-yavaş yenidən artmağa başladı, torpaq yaşıl rəngini bərpa etdi və kəndin dar daş yolları üzərində yenilənmiş ümidin izləri ortaya çıxdı. Bu dəyişiklik insanlara gələcəyin parlaq ümidlərini, sevginin və mərhəmətin dərinliyini bir daha xatırlatdı. Kəndin bütün sakinləri hər gün yeni bir dərs alaraq keçmişin acı izlərini unudub, ürəklərindəki o sarsılmaz inamla gələcəyə addım atmağa başladılar.
Leyla və Tahir arasında isə sevgi daha da möhkəmləndi. Onlar kəndin kənarındakı geniş çəmənliklərdə, dağların sükut dolu ətəyində və axan çayın yanındakı kiçik göldə uzun-uzadı söhbətlər edərək həyatın bütün rənglərini, həm kədəri, həm sevinci, bir araya gətirən o əbədi duyğuları paylaşırdılar. Bir gün göl kənarında Leyla Tahirə baxaraq belə dedi: "Tahir, hər anın içində, hətta narahatlığın belə bir dərs, bir ümid var. Həyatın hər çətinliyi, hər ağrısı bizi daha da böyüdür və bizə əsl sevginin, mərhəmətin nə demək olduğunu öyrədir. Mən inanıram ki, bizim sevgi bu çətinliklərin öhdəsindən gələcək və qəlbimizdə əbədi izlər buraxacaq." Tahir, Leylanın sözlərini diqqətlə dinləyərək gözlərində dərin inam və səmimiyyət parıldadığını gördü. O, sakitcə cavab verdi: "Ey Leyla, sevgi yalnız xoşbəxt anlardan ibarət deyil. O, həm də ən çətin günlərdə, ən acı anlarda bizə yol göstərən, ürəklərimizi işıqlandıran o sarsılmaz qüvvədir. Biz hər bir çətinliyi sevgi və ümid ilə aşdıqca özümüzdəki qəhrəmanı, o əbədi ruhu tapırıq." Bu səmimi dialoq kəndin hər küncündə, hər daşın və hər ağacın arasından insanlara həyatın dərin mənasını, sevginin gücünü və narahatlıqların öhdəsindən gəlməyin vacibliyini bir daha xatırlatdı. Kəndin yaşlıları keçmişin acı dərslərini gənclərə çatdırarkən hər narahatlıq, hər kədər bizi yalnız daha da gücləndirir. Biz bu dərsləri alaraq sevgi və mərhəmətin daimi işığını qəlbimizdə saxlamalıyıq, deyərək sarsılmaz inamlarını ifadə edirdilər. Beləliklə, Xıdrabadın sakinləri hər axşam gün batarkən dağların zirvələrindən süzülən o altın şüalar altından narahatlıqlarını, kədərlərini və ümidlərini bir araya gətirərək gələcək üçün güclü addımlar atırdılar. Hər kəs bu çətinliklərin, acıların və narahatlıqların öhdəsindən gəlmək üçün sevgi, mərhəmət və inamın sarsılmaz qüvvəsinə sarılırdı. Leyla ilə Tahirin sevgisi yalnız şəxsi duyğu deyil, həm də kəndin bütün gənclərinə, hər kəsə bir örnək, bir ümid idi. İllər keçdikcə quraqlıq və narahatlıqlar unuduldu, torpaq yenidən bərəkətə qovuşdu, axan çaylar öz sularını tapdı, Xıdrabadın dardaş yolları üzərində hər kəsin qəlbində sevgi və mərhəmətin sarsılmaz izləri qaldı. Kəndin hər sakini, hər bir nəfəsində, hər açan çiçəkdə və hər əsən küləkdə həyatın çətinlikləri ilə üz-üzə gəlib, əsl qəhrəmanın, öz içindəki gücün və sevginin tapıldığına inandı. Beləliklə, narahatlığın kölgəsi və əbədi izə kimi yaddaşlarda qalan bu hekayə, Tolstoyun romanlarındakı kimi geniş ürəklə həyatın həm acı, həm şirin anlarını, həm narahatlıqları, həm də sevginin və ümidin sarsılmaz gücünü bir araya gətirən, dərin mənalı və sarsılmaz qəhrəmanın yolunu izah edən bir dastan olaraq nəsillərin yaddaşında əbədi olaraq yaşadı. Hər kəs Xıdrabadın dardaş yollarında, axan çayların səsi arasında, dağların sükut dolu ətəyində və qədim məclis evində narahatlıqların öhdəsindən gəlmək üçün sevgi və inamın daimi işığını ürəklərində saxladı və bu izləri gələcək nəsillərə miras qoydu. Beləliklə, qəhrəman Tahirin yolu yalnız öz şəxsi həyatının deyil, bütün Xıdrabadın, bütün kəndin və hətta insanlığın sarsılmaz sevgi, mərhəmət və inamının simvolu oldu. Hər bir nəfəs, hər bir addım, hər bir gözyaşı və gülüş bu dərin duyğuların və sarsılmaz qəhrəmanlığın təcəssümü kimi qəlblərdə əbədi iz buraxdı. İnsanlar narahatlıqlarını aşaraq həyatın bütün rənglərini bir araya gətirən o əbədi işığı, sevgi və mərhəməti daim yaşadılar və qəhrəmanın yolu adı ilə yadda qalan bu dastanı nəsillərə ötürdülər.